Yox, hörmətli liderlərimiz, əziz brend partnyorlarımız, əziz Ariflame sevərlər və Ariflame'in sevimliləri. Nəhayət ki, bizim nömrə 6 kataloqumuza həsr elədiyimiz biznes potensialı bölməsində sizlərlə görüşünüzə gəldik. Yaxın dəqiqələr ərzində məhz bu kataloqda bizi hansı proqramlarımız gözləyir, hansı planlaşdırmamız gözləyir, biz o haqda danışacağıq. Biznes potensialımız haqqında danışarkən hər bir zaman uğurumuzun amillərini öncəliklə vurğuluyoruz. Biz aktivlik haqqında məhsul bölümümüzdə danışdıq. Bu dəfə biz rekruting, irəli getmə və liderliyimizin inkişafı haqqında danışacağıq. Məhz bu kataloqda diqqətli olursunuz, çünki məhz bu kataloqda bir çox yeniliklərimizi haqqında danışacağıq. Rekruting haqqında danışmaq istəyirəm. Bilirik ki, bizim işimizin əsası, sütunu təbii ki, 3 amildən ibarətdir. Aktivlik, rekruting və liderliyimizin inkişafı. Rekruting haqqında danışanda da, aktivlik haqqında danışanda da biz hər bir zaman deyirik ki, bizim ətrafımızda yeni insanlar olsun. Və bu yeni insanlar bizim brend partnyorlarımız ola bilər, üzvlərimiz ola bilər və əlbəttə ki, onlara tövsiyə edəcəyimiz təbii ki, proqramlar da ola bilər, onlara tövsiyə edəcəyimiz bizim məhsullarımız da ola bilər. Baxın, istənilən halda, istənilən kateqoriyadan olan bütün bizim ətrafımızda olan o yeni insanlara hər bir zaman nə maraqlıdır? Əlbəttə ki, onlar üçün maraqlıdır. Daimi 23% indirimimiz, Ariflame ilə biznes imkanları və əlbəttə ki, əlavə gəlirlər. Əlavə gəlirlər, onlar gördükdə əlbəttə ki, hər şeyi belə deyərdim ki, unudurlar, kənara qoyurlar, əlavə gəlir, təbii ki, hər birini gözəl motivasiyaya sürükləyir. Və liderliyimizin inkişafı haqqında danışarkən siz bilirsiniz ki, liderliyimizin inkişafında da bizim aktiv brend partnyorlarımız olur. Həmçinin bu aktiv brend partnyorlarının arasında bizim üzvlərimiz də ola bilər, satış üzrə ekspertlərimiz ola bilər, biznesdə marağı olanlar ola bilər ki, hansı ki bunlar da bizim işimizdə əsas komandamızın özəyini təşkil edirlər. Onlar üçün hər bir zaman maraqlıdır. Bundan gəlirlərimiz, səyahətlər, tanınmalarımız, təbii ki, sosial mühitimiz var ki, hansı ki o mühitdə özlərini daha da populyar eləyə bilərlər. Liderliyimizin inkişafından istifadə eləsələr, bax bütün bunlardan istifadə eləsələr və biz bu dəfə nədən danışacağıq? Təbii ki, qazandıran ürəklərdən danışacağıq. Artıq 4-cü kataloqdan start veribdir. Start verib özdə necə gözəl sürətlə start verib. Artıq siz öz işinizdə də görürsünüz, öz ətrafınızda da görürsünüz ki, onları, yeni insanları cəlb etmək daha da asanlaşıb. Çünki Ariflame belə deyərdim ki, çox gözəl, möhtəşəm 100 belə deyərdim ki, qazandıran ürəklər ilə bizi qazandıran ürəklər vasitəsilə bizi gözəl hədiyyələrə qovuşdurur və bu çox gözəl, unikal bir proqramdır ki, hansı ki, həm addım proqramını əvəz eləyir, həm layallıq proqramını əvəz eləyir, həm dəvətli kampaniyasındakı olan bizim belə deyərdim ki, kampaniyanı əvəz eləyən unikal bir proqramdır. Ona görə də əziz bizim bütün istifadəçilər, Ariflame'imizi sevənlər, əziz liderlərimiz, hər bir zaman sizlərin hər birinə tövsiyə edirik ki, Ariflame appdən istifadə edin. Çünki Ariflame app rahatlığımızı, vaxtımıza qənaət eləyir və bütün mobil əlavələr web saytdan da əlbəttə ki, belə deyərdim ki, görə bilərsiniz. Amma burada daha çox sürətdir və daha geniş şəkildə hesabatları görmüş olacaqsınız. Həmçində 24/7 sizin əlinizin altında olacaq. 24/7 istədiyiniz qədər siz ondan istifadə edə bilərsiniz və istədiyiniz komandanızdakı olan üzvlərinin də hesabatlarını görə bilərsiniz. Təhlükəsizlik baxımından tam təhlükəsizdir. Sizin hər bir şəxsi məlumatlarınız tamlığı ilə qorunur. Burada promokodlar, sifariş yerləşdirməyin asanlığı, qazandıran ürəklər proqramı haqqında geniş şəkildə təfərrüfatlı məlumatların hər biri Ariflame appdədir. Və bir şey də qeyd eləmək istəyirəm ki, bu qazandıran ürəklərin hər biri həm əyləncəlidir, həm asandır. Artıq 4-cü kataloqdan startına verib bir çoxlarınız, əziz bizim brend partnyorlarımız, bir çoxlarınız gözəl ürəklər yığılmışsınız, artıq hədiyyələrinizi qazandırmışsınız. Nə xoş bizlərə. Və qazandıran ürəklər haqqında danışarkən onun necə işləməsi haqqında danışmaq istəyirəm. Əlbəttə ki, bizə lazımdır bizim mobil telefonumuz, ora yükləyəcəyik qazandıran ürəklər proqramını görməkdən ötürü Ariflame appı. Daha sonra biz burada qazandıran ürəklər proqramını açacağıq. Növbəti dəfə biz açdığımız halda tapşırıqlarımıza baxacağıq. Tapşırıqlarımızı hər gün ərzində
yerinə yetirib də ürəklərimizi qazanacağıq. Onların tapşırıqları yerinə yetirdikdən sonra isə bu qazandıran ürəklərlə hədiyyələrimizi əldə eləyəcəyik. Və hədiyyələrimiz üçün təbii ki, nə var? Bizim mağazamız var. Mağazamızda 5 səviyyədə olan bizim ürəklərimizi orada göstərən və ürəklərimizə aid olan hədiyyələrimiz var. 100 ürəyiniz varsa hansı hədiyyələr var? 200 ürək varsa bizdə hansı hədiyyələr var? Gəlin ekranlara yaxın əyləşək və birlikdə baxaq. 100 əgər sizin ürəyiniz varsa, bax bu gözəl möhtəşəm hədiyyələri nə az, nə çox siz qazana bilərsiniz 1 manat 99 qəpiyə və eyni şəkildə sizin əgər 200 ürəyiniz varsa, bax bu gözəl möhtəşəm hədiyyələri ala bilərsiniz. Baxın, qadınlarımız üçün, xanımlar üçün, bəylər üçün burada hətta belə deyərdim ki, ətirlərimiz var. Çox gözəl, möhtəşəm, yəni qiymət baxımından da möhtəşəm olan məhsullarımız var ki, hansı ki onları siz əvəzləyə bilərsiniz ürəklərinizi verib. 1 manat 99 qəpiyə onları əldə eləyə biləcəksiniz. Üçüncü səviyyədə bizim 400 ürəyimiz əgər varsa, biz bunları 2 manat 99 qəpiyə əldə eləyə bilərik və bundan başqa bir şey də qeyd eləmək istəyirəm ki, artıq burada sizin gördüyünüz kimi Naviş seriyası var, Diamond Seller seriyası var və eyni zamanda gözəl hədiyyələrimizdən sırasında həm bəylərimiz üçün, həm xanımlarımız üçün gözəl ətirlərimizi görə bilərsiniz. Nə az, nə çox 2 manat 99 qəpiyə siz onları əldə eləyə bilərsiniz. Yox, əgər sizin 600 varsa ürəyiniz, siz onların hər birini bax bu gözəl, möhtəşəm hədiyyələr ilə əvəzləyə bilərsiniz. Əgər 1000 ürəyiniz varsa, baxın, ekranlarınızda gördüyünüz, bax bu Naviç dəstə hətta belə nə az, nə çox 6 manat 99 qəpiyə sizlərə təqdim olunacaqdır. Yeganə bir şeyimiz var ki, burada olan göstərilən, bax bu cür aksesuarlarda əvəzlənmə olacaqdır. Əgər əvəzlənmə olsa, yəni başqa aksesuarlar dəyişirilsə, biz onda da təbii ki, sizi xəbərdar edəcəyik. Naviç seriyası, bu belə deyərdim ki, inanılmaz bir hədiyyədir ki, siz təsəvvür edin, 1000 sizin ürəyiniz var, siz o ürəkləri verirsiniz və o ürəklərin əvəzində 6 manat 99, 5 manat 99 qəpik ödəmə ilə məhz Naviç seriyasının bütövlükdə dəstini əldə eləmiş olursunuz. Bu gözəl, möhtəşəm fürsəti əldən vermirik. Niyə əldən vermirik? Çünki bu qazandıran ürəklər proqramı hər birimizə aiddir. İstər sponsorlar, yeni qoşulanlar, brend partnyorlar, üzvlər, alıcılar, satıcılar, liderlər hər birimizə şamil olunur və bunun üstünlükləri də var. Hansı üstünlükləri var? Hal-hazırda ekranlarınızda da görürsünüz ki, hansı tapşırıqlarımız var. Bir çox tapşırıqlarımız var ki, gündə bir dəfə eləyə bilərik, həftədə bir dəfə olacaq, hər kataloqda bir dəfə olacaq. Bütün bunların hər biri sizin bax şablon şəkildə olan, bax bu cür gözəl şablonumuz var ki, burada çox asan, belə deyəlim, olduqca asan tapşırıqlardır. Onları sadəcə olaraq vaxtında yerinə yetirin, ürəklərinizi toplayın və əlbəttə ki, bizim sponsorlarımız üçün də çox gözəl bir, möhtəşəm bir xəbərimiz var. Bu da nədir? Sponsor hər yeni qoşulanın 1-ci, 5-ci kataloq dövrü ərzində 99 AZN sifariş yerləşdirən hər bir brend partnyorumuz üçün limitsiz sayda 200 ürəyini qazanmış olur. Yeni qoşulanların da ilk sifarişində, əgər onların özlərinin 99 AZN kataloq qiymətində varsa, onların özləri də təbii ki, yeni qoşulanlar 2-ci kataloqdan 5-ci kataloqa qədər olan dövrdə 200 ürəyini qazanmış olurlar. Yox, əgər ilk sifarişdən 6 kataloq keçibsə, həmin o şəxslərin özləri 99 AZN sifarişi varsa, 100 ürəyi əldə eləmiş olur. Tələsin, tövsiyə eləyin. Hər birinizə daha çox dəvətliniz olsun, əziz sponsorlarımız və daha çox da ürəkləri qazana bilərsiniz ki, o möhtəşəm hədiyyələri siz də çox cüzi qiyməti ödəmə ilə əldə eləyə bilərsiniz. Və bayaq biz danışdıq Ariflame appdən və web saytımızdan. Web saytımızda bizim əlbəttə ki, qazandıran ürəkləri siz görəcəksiniz bu proqramı. Ürəklərdəki olan balansını görə biləcəksiniz və yalnız bu web saytda siz 2 tapşırığı tamamlamaq imkanınız olacaqdır. Və həmçinin də sonda sizə bildirişlər toplusu gələcək ki, siz nəyi eləmişsiniz, nəyi eləməmişsiniz, hansı stadiyada sizin belə deyərdim ki, məsələniz qalıb, belə deyərdim, yəni planınız qalıbdır. Amma qazandıran ürəkləri siz əgər Ariflame app ilə tamamlayacaqsınızsa, yəni Ariflame appdən girib eləyəcəksinizsə, qazandıran ürəklər bölməsi var orada. Bütün tapşırıqların siyahısı var. Bütün tapşırıqlardan başqa siz özünüzün komandanızın da belə deyərdim ki, bütün fəaliyyətini
tanış ola bilərsiniz. Qazandıran ürəklər hədiyyə mağazasını görə bilərsiniz. Ürəklərin balansı ilə tanış ola bilərsiniz. Əməliyyat tarixçənizlə tanış ola bilərsiniz və həmçində burada da bildirişlər toplusu gəlir. Və bir şey də qeyd eləmək istəyirəm ki, Ariflame Map'in üstünlüyü ondan ibarətdir ki, orada siz kataloq dövrü ərzində, indi hal-hazırda bu yenidir ki, orada siz görə biləcəksiniz ki, kataloq dövrü ərzində nə qədər siz istifadə edə bilərsiniz ürəklərin sayından və əgər siz bütövlükdə ürəklərinizin sayını görmək istəyirsinizsə, orada siz proqramdan açacaqsınız. Orada tarixçə var və o tarixçəni siz o tarixçədən hesablaya bilərsiniz, baxa bilərsiniz ki, sizin ümumilikdə nə qədər ürəyiniz var. Ürəklər haqqında danışarkən bizim üçün əlbəttə ki, maraqlıdır ki, bizim ürəklərimiz hansı dövrü əhatə edəcək. Bizim ürəklərimiz cari kataloq və 6 kataloq dövrü ərzində aktiv olacaq. Ona görə mən heç inanmıram ki, 6 kataloq siz onları saxlayacaqsınız. Mən ümid eləyirəm və inanıram ki, təbii ki, sizin hər biriniz bundan aktiv şəkildə istifadə edəcəksiniz. Hər kataloq öz hədiyyənizi götürəcəksiniz və ürəklərimiz haqqında bu qədər danışdım. Yəni danışmaqla bitməyəcək, ürəkli olun, işləyin və yeni brend partnyorları özümüzə cəlb edin. Yeni brend partnyorları tez bir zamanda menecer eləyə bilərik və bunların hər birini də 12%-dən başlamaq şərti ilə yeni liderlərimizi inkişaf elətdirə bilərik. Necə? Bizim çox gözəl BCM-dən sonra qoşulanlarımız üçün inkişaf bonuslarımız var. Bu inkişaf bonusları start verir 12%li menecerlərimizdən. 12%li menecerlərimizin 180 azayın qazanma şansı var. Necə? Onlar cəmi cümlətəni 5 kataloq dövrü ərzində, ilk sifarişlərindən 5 kataloq dövrü ərzində 12%li menecer rütbəsini, faiz dərəcəsini fərq ilə bağlayırlar, 150 BB-lərini eləyirlər və bunu elədikdə 180 azayını qazanmış olurlar. İşçi şayiətdir, baxın, 5 kataloq dövrü ərzində burada bir məqamı nəzərinizə çatdırır ki, 5 kataloq dövrü ərzində ilk sifarişini eləyir, həmin kataloqda kolokasiyanın şərtlərini yerinə yetirir, o 90 azayını artıq qazanmış olur. Növbəti kataloqda, yəni ard-ardına elədikdə onda həmin adam bütövlükdə 180 azayını alır. Yox, işçi şayiətdir, əgər o bir dəfə eləyibsə, onun garantilidir ki, 90 azayını qazansın. Yəni, bir dəfə elədi, həmin kataloqda 90 azayını qazanır. Əgər ard-ardına elədisə, artıq bütövlükdə özünün bonusunu qazanmış olur. Növbəti bizim pilləmiz 15%li menecerlərimizə aiddir ki, onlar 10 kampaniya dövrü ərzində, yəni 10 kampaniya, yəni 10 kataloq dövrü ərzində ilk sifarişlərindən hesablayırlar. 10 kampaniya dövrü ərzində ard-ardına elədikləri kolokasiya şərtindən 360 azayinlərini qazanmış olurlar. Həmçinin də bizim 18%li menecerlərimiz var ki, onlar üçün də 540 azayını təklif eləyirik biz onlara. Cəmi cümlətani 2 dəfə 15 kataloq dövrü ərzində ard-ardına eləməklə təbii ki, 540 azayının sahibi olurlar. Baxın, yeni gələn brend partnyorlarımızı biz 12% menecer edirik və direktorluq rütbəsinə qədər biz onlara inkişaf elətdirsək, təsəvvür eləyin ki, bax, bu bonusların sayı 1040 azayın eləyir. Yəni, direktor olana qədər, direktor rütbəsini açana qədər bunlar artıq 1040 azayinlərini qazanmış olurlar və daha sonra isə direktor kimi də özlərinin öz mükafatlarını qazanmış olacaqlar, $1000 qazanmış olacaqlar. Və beləliklə bunu da tövsiyə edirik bizim liderlərimiz üçün. Yeni nəsil top 15 komandası artıq bizim qulaqlarımızda çox yatımlı bir ifadədir bu və əlbəttə ki, bizim yeni nəsil top 15 komandası nə deməkdir? Əgər bilməyənlər varsa, ekranlarınızı yaxın əyləşin. Yeni nəsil top 15 komandasının kvalifikasiya dövrü 1-ci kataloqdan 10-cu kataloqa qədər olan dövrü əhatə edilir. Bu kimlərə aiddir? Bu onlara aiddir ki, yəni qeydiyyat olunduqdan sonra ilk sifarişlərindən sonra uğur nərdivanında ən qısa bir zamanda çox gözəl, möhtəşəm belə deyərdim ki, nəticələri əldə eləyir, tez bir zamanda rütbə eləyir və yaxud da ki, yeni faiz dərəcəsi olur. Həmin insanlara, həmin bizim brend partnyorlarımıza, liderimizə, yeni liderlərimizə aid olacaqdır. Kolokasiya dövrü 1-ci kataloqdan 10-cu kataloqa qədər dövrü əhatə edir. Əgər işçi şayiətdə aranızda kimlərdəsə uyğunluq olacaqsa rütbə barəsində və yaxud da ki, faiz dərəcəsində, təbii ki, biz strukturumuzda olan toplam BB-lərin hər birini nəzərə alacaq və bu top 15-ə, yeni nəslə sizin də siyahıya
adınızı həkk eləyəcək. Yeni nəsil Top 15 komandasının nə üstünlükləri var deyəcəksiniz ki, bu nə komandadır? Bu yerli menecment heyəti ilə bizim əlbəttə ki, il ərzində dərin masalarımız olur, görüşlərimiz olur ki, həmin o dərin masalarda, görüşlərdə sizlərin də əziz liderlərimiz lider kimi inkişaf eləməyə və orada iştirak eləməyə haqqınız olacaq, dəvətiniz olacaq. Səhnədə təntənəli şəkildə hər bir zaman istənilən belə deyim ki, proqramlarda sizlər təltif olunacaqsınız. Ölkə menecmenti ilə biznes görüşləriniz olacaq, keçiriləcək. Nə qədər keçiriləcəklər siz də orada iştirak eləmə imkanını əldə edə biləcəksiniz. Şirkətin bütün tədbirlərində pulsuz biletlər olacaq, VIP yerlər sizlər üçün olacaq və hər bir zaman olduğu kimi sizlərə belə deyərdim ki, yardımdan yardım olacaq, köməyimiz olacaq, individual yanaşmamız olacaq. Təbii ki, biz hər bir kəsə hər bir zaman açığıq, amma sizin işinizdə belədir ki, bir qədər də sizə planlaşdırmanızda və yaxud ki, hər hansı bir proqramlarda köməkçi, yardımcı olacaq. Tələsin yeni nəsil Top 15 komandasına inkişaf edərək özünüzü o siyahıya salın. Bax, bu da bizim gözəl görüntümüzdür. Top 15 nəslinin yeni nəsillə görüşdə ekranlarımızda siz özünüzün adınızı da görə bilərsiniz. Yaxınlarınızın, komandanızın, liderlərinin adını da görə bilərsiniz. Fəxr hissi, qürur hissi keçirə bilərsiniz. Necə ki, biz sizlərlə fəxr edirik. Əziz bizim yeni liderlərimiz. Hər zaman olduğu kimi bir şey də qeyd eləmək istəyirəm ki, yeni nəsil Top 15 liderləri üçün və menecerlər samiti üçün kvalifikasiya dövrümüz birinci kataloqdan 10-cu kataloqa qədərdir. İldə 2 dəfə keçiriləcək. Məyus olmayın ki, birdən mən düşərəm və yaxud da ki, düşmərəm. Biz menecerlər samiti haqqında danışdıq. Möhtəşəm menecerlər samitimiz bizim bu dəfə Türkiyə 2025-ci ildə Türkiyədə keçiriləcək. Hal-hazırda isə ikinci dalğasına da start vermişik. Birinci dalğasındakı olan siyahımız artıq əlimizdədir. Biz yol üstündəyik. Biz gedirik nəhayət ki, menecerlər samitinə xəbərləri, görüntüləri sizlərə göstərəcək, isti-isti xəbərlərə həvəslənin və bilin ki, bu doğrudan da realdır. Çünki ikinci dalğamız artıq start veribdir və nə az, nə çox əziz bizim liderlərimiz, 12% menecerlərimizin hər birinin orada iştirak eləmə hüququ var və bilin ki, 10 kampaniya dövrü ərzində, yəni 10 kataloq dövrü ərzində siz 12% menecer rütbəsini 4 dəfə fərq ilə və 150 BB-nizi eləmək ilə siz iştirakçı ola bilərsiniz. 75 BB-niz sizdən, 75 BB-nizini isə yeni üzvlərinizdən toplaya bilərsiniz. Brend partneri ilk sifarişini yerləşdirdiyi andan etibarən onların kvalifikasiya müddəti başlayır və həmçinin də əgər sizin özünüz köhnə brend partnyorsunuzsa, sizin də burada iştirak eləmək şansınız var. Əgər siz 15%-ə qədər olan menecerimiz olmuşsunuzsa və 12%-ə qədər, yəni menecerimiz olmuşsunuzsa tarixçənizə baxılır və yeni, yəni birinci kataloqda 10-cu kataloqa qədər olan dövr ərzində siz 4 dəfə 15%-nizi eləməlisiniz. Yox, əgər siz keçən kataloqlarda, yəni kataloq 1-ə qədər olan dövr ərzində 15% idinizsə 18%-nizi təsdiq edirsiniz, 18% idinizsə təbii ki 23%-nizi təsdiq edirsiniz və 23%-nizi təsdiq eləyəndə 50% direktor kimi $500 mükafatını da qazanmış olursunuz. Bax, bu gözəl xəbəri də sizlərə çatdıram. Yox, əgər sizin özünüz menecersinizsə, təbii ki, sizin özünüzə nə lazımdır? Sizin özünüzə lazımdır ki, direktor kimi öz rütbənizi təsdiq eləyəsiniz və burada bir şey də var ki, şəxsi qrupunuzu yox, əgər sizin özünüz direktor kimi özünüzü təsdiq eləməmisinizsə və yaxud da yüksək rütbədəsinizsə, hələ təsdiq eləməyə imkanınız yoxdur, siz nə edə bilərsiniz? Sizin hər iki qolunuzdan olan menecerlərinizdən biri bir şeyimdən sonraki olan menecer olmalıdır, biri isə köhnə menecerimiz ola bilər ki, siz onları hər iki qolunuzdan ayrı-ayrı, fərqli-fərqli qollarınızdan meneceri yetişdirirsiniz və onlarla birlikdə menecerlər sammitinin mükafatçısı olursunuz. Kataloq 10 bizim təsdiq kataloqumuzdur, ən son kataloqumuzdur. Biz dedik ki, 4 dəfə, yəni ola bilər ki, siz 10 kampaniya dövrü ərzində öz rütbənizi 3 dəfə təsdiq eləyəsiniz, amma 4-cüsü mütləq şəkildə 10-cu kataloqa düşməlidir. Yox, əgər ola bilər ki, siz 6-7 kataloq dövrü ərzində siz fərq ilə, yəni kvalifikasiya şərtlərini 6-7 dəfə də eləyirsiniz, amma
pes eləmirsiniz, çünki 10-cu kataloq bizim əsas kataloqumuzdur. Birdən rahatlanarsınız, deyirsiniz ki, mən 6 dəfə eləmişəm, artıq mənə heç nə lazım deyil, nə qədər eləsəniz də fərqi yoxdur, minimal şəkildə 4 dəfəni eləməlisiniz. 10-cu kataloq isə bizim təsdiq kataloqumuzdur. Təsdiq kataloqunu da eləyirsiniz və Türkiyəyə bizimlə birlikdə ikinci dalğa siyahısında öz adınızı yazdırmış olursunuz. Ariflame konferansları hər bir zaman bütün dünyaya özünün səsini, küyünü salıb tutuyan eləyibdir. 5 qlobal ən gözəl mükafatçıların sırasındaydı və bilirik ki, bizim qızıl konferansımız gözləyir bizi və bu qızıl konferansda hər bir zaman deyirdik ki, nədir? Qızıl konferansda yalnız və yalnız qızıl direktorlar iştirak edə bilərlər. Amma bu dəfə bizim təklifimiz var. Qızıl direktorlar yox, direktor və direktordan yuxarı olan baş direktor rütbəsini də qazananların hər biri bu gözəl konferansda iştirak edə bilərlər. Necə? Belə ki, kvalifikasiya dövründə bütün şərtləri yerinə yetirən yeni direktorlar, baş direktorların hər biri öz mükafatlarını, qazandıqları mükafatı dəyişəcəklər. Qızıl konferans 2025-ci ilin bir dəvətnaməsinə dəyişəcəklər və bu möhtəşəm, belə deyərdim ki, doğrudan da möhtəşəm olan, inanılmaz səyahəti əldə eləyə biləcəklər. Bizim bu proqramla bağlı həm standart qaydalarımız var, həm də xüsusi qızıl konferansımız üçün olan qaydalarımız var. İlk dəfə kvalifikasiya olunanların hər biri standart qaydalardır. Belə idi ki, yeni qızıl direktor olmalıdırlar. Amma bizim yeni qaydalarımızda, xüsusi qaydalarımızda nə var? Ya sən yeni direktor olursan, ya da ki, baş direktor olursan, 9 kataloq dövrü ərzində 4 dəfəni ki, təsdiq elədin və pul mükafatını ki, götürdün. Pul mükafatını götürərək sən öz mükafatını bir dəvətnaməyə dəyişə bilərsən. Və bizdə belə idi ki, standart qaydalarda yeni rütbəmiz olmalıydı və yaxud da ki, qrup sayımız olmalıydı. Qrup sayımız da orada 28-dən az olmamalıydı. Nəyə görə? Həmçində hesablanırdı ki, köhnə bizim getdiyimiz ki, iştirak elədiyimiz ki, konferans var idi. Həmin o sayın üzərinə 3 qrupda əlavə olunur. Yenidə necədir? Yenidə də yenə 3 qrup əvvəlki konferans nəticəsində əlavə olunur. Amma burada belə bir şeydir ki, 28 qrupdan, yəni minimal olaraq 28 qrupdan başlayacaqdır. Brilliant direktorlarımız yüksək rütbədə olanların hər biridir. Həm standart qaydalarda, həm də yeni qaydalarda olduğu kimi qalır. Şirkət tərəfindən sifariş olunan nələr varsa bu konferansına aid olan hər zaman olduğu kimi yerində qalır, dəyişdirilmir, heç bir qaydalar dəyişdirilmir. Yeganə dəyişdirilən qaydalar 16 yaş məhdudiyyətində olan məhdudiyyət idi ki, bir çoxları istədi ki, övladları da iştirak eləsin. Ariflame bu dəfə onlara imkan verir ki, yaş məhdudiyyətlərini aradan qaldıraq. Onlar öz övladlarını da özlərinə apara bilsinlər, əziz izləyicilərimiz. Amma burada bir məqam var ki, istisnadır ki, onların uşaqlarının iştirakı, təbii ki, bir çox konferanslar var ki, həmin təlimlərdə və yaxud da ki, tədbirlərdə onların uşaqlarının iştirakı istisna olunacaqdır. Və burada bizə suallar yarana bilər. Çünki bilirik ki, Fresh Start proqramı var və Fresh Start proqramı nəticəsində yeni direktorlarımız var, baş direktorlarımız var və əlbəttə ki, onların da sualları yaranacaq ki, iştirakı nəzərə alınırmı? Bəli, alınır. Əgər bizim özümüz artıq biz pul mükafatımızı almışıqsa, siz onu şirkətə verərək yeni mükafatınızı əldə eləmiş olacaqsınız həmin o konferansa. Bundan başqa belə bir şey ola bilər ki, bu elandan öncə direktor və yaxud da ki, baş direktor rütbəsinə nail olmuşam. Mənim burada iştirak eləmə imkanım varmı? Bəli, var. Proqram elandan əvvəl qazanılmış olsa belə, Qızıl Konferans 2025-ci ildə seçmə dövrü ərzində, yəni kataloq 9-dan kataloq nömrə 8 2025-ci ilə qədər qazanılmış bütün yeni direktor və baş direktor rütbəsində olanlar üçün də əlbəttə ki, qüvvədədir. Yeni direktorlar və ya baş direktorların özlərinin imkanı varmı ki, özlərinin dostlarını aparsınlar? Bəli, imkanı var, amma bir şərtlə ki, onların bütün xərcləri onların özlərinin 100% şəkildə onların üzərindədir. Amma bizim standart qaydalarımız var ki, hansı ki o standart qaydalarında bizim qızıl direktorlarımızın imkanı var ki, öz yol yoldaşını 25% indirimlə dostunu apara bilər və yaxud da ki, baş qızıl direktorsunuzsa, onda siz 50%-dən, sabit direktor və yaxud da yüksək rütbədə olanlarsınızsa, təbii ki, sizlər üçün 100% indirim ilə öz yoldaşınızı apara bilərsiniz. Bundan gözəl nə təklif ola bilər və kvalifikasiyamız Abu Dhabi'də keçiriləcək. Bax, bu möhtəşəm konferansın belə deyəlim, sonuncu kataloqu, 8-ci kataloq 2025-ci ilə qədər
təsadüf edir. Vaxtımız çox az qaldı. Əziz bizim liderlərimiz, tələsin. Bir neçə kataloq qaldı ki, siz öz rütbənizi təsdiq eləyəsiniz. 8-ci kataloqda daxil olmaq şərti ilə kvalifikasiya şərtlərini yerinə yetirəsiniz və Abu Dhabidə keçiriləcək o möhtəşəm, gözəl konfransın iştirakçısı olasınız. Bundan başqa gözəl xəbərimiz var. Fresh Start haqqında. Fresh Start artıq daimi oldu. Əziz bizim izləyicilərimiz, əziz liderlərimiz, hər biriniz itirdiyiniz rütbəni geri qaytarmaq ilə bu Fresh Startda iştirak edə bilərsiniz. Mükafatınızı yenidən əldə edə bilərsiniz. Fresh Startdan deməli bərpa etdiyiniz rütbə, yəni 2023-cü ilin 13-cü kataloqundan üzü bu tərəfə hesablanacaqdır. 2024-cü ilin 17-ci kataloquna qədər ən yüksək rütbənizdən başlayacaqsınız. Yeni ildən başlayaraq siz o rütbəni qazanırsınız, yerinə yetirirsiniz və yenidən nəqd pul mükafatını əldə edirsiniz, tanınmanızı əldə edirsiniz. Təbii ki, sizi tərtib olunacaqsınız, yenidən tərtib olunacaqsınız və direktorlar komandası üçün, brilliant komanda üçün, icraçı komandaya da hətta şamil olunur. Əziz liderlərimiz, öz rütbənizi bizim əlimizdə hal-hazırda bir çox həm məhsul etibarilə, həm məhsullardan başqa proqram etibarilə inkişaf eləməkdən ötürü bizim bir çox imkanlarımız var. Gəlin birlikdə bunların bütün imkanlarımızı səfərbər eləyək və bu gözəl, möhtəşəm Fresh Startdan istifadə eləyək, maksimal şəkildə yenidən rütbəmizi bərpa eləyərək ikinci dəfə də bizim özümüz mükafatımızı əldə eləyə bilək. Və Fresh Start daimi oldu dedik ki, burada da yenə çoxlu sayda nə qədər ki siz rütbələrinizi itirmişsiniz, onları aşdıqca sizin özünüz mükafatlarınızı qazanmış olacaqsınız. Yeni rütbənin təsdiqi 9 kataloq dövrü ərzində 4 dəfə istədiyiniz vaxtda öz rütbənizi təsdiq eləməyinizdən asılıdır. Fresh Start daimi oldu. Bax, bunu nəzərinizdə saxlayın. Və kataloq nömrə 6-nın biznes potensialı haqqında danışarkən biz nə deyirik? Üzvlərimiz üçün, brend partnyorlarımız üçün, hamımız üçün hər bir zaman bizim yeni kataloqumuz həm çap versiyada, həm də ki, bax bu cür elektron versiyada bizim telefonlarımızda yükləyə bilərsiniz, siz baxa bilərsiniz, izləyə bilərsiniz. Ondan sonra bizim bu kataloqda da aktivdir nə? Qazandıran ürəklərimiz. Qazandıran ürəklər də hamıya şamil olunur. Yeni brend partnyorlarımız üçün xüsusilə onlar üçün plus proqramımız var, menecerlər bonusumuz var, business coach proqramımız var və liderlərimiz üçün Oriflame-də olan bütün tətbiq vasitələri hər bir zaman onların əlinin altında olmalıdır. Telefonlarında olmalıdır ki, komandalarını yaxşı izləyə bilsinlər, planlarının nə dərəcədə bu kataloqda yerinə yetirilib, yetirilmədiyi haqqında məlumatlansınlar. Bundan başqa Oriflame Azərbaycan Menecerlər Sammitinin ikinci dalğası start verdi. Bütün menecerlərimiz, əziz menecerlərimiz ayıq-sayıq olun və bu dönəm ərzində, 10 kataloq dövrü ərzində sizlərin hər birinizin imkanı var ki, bu möhtəşəm sammitdə iştirak eləyəsiniz. Çünki heç bir, belə deyərdim ki, şirkətdə yoxdur ki, 12%lik menecerini məhz Türkiyədə keçiriləcək o möhtəşəm sammitdə dəvət etsin. Fresh Start proqramı da bu kataloqda da aktivdir. Siz bunu, belə deyərdim ki, ciddiyə alın. Çünki doğrudan da inkişafınız üçün sizi stimulə eləməkdən ötürü gözəl bir proqramdır və Abu Dhabidə keçiriləcək bizim qızıl konfransımız var ki, 8-ci kataloqda artıq cancel qutarır, bitir. O 8-ci kataloq bizim təsdiq kataloqumuzdur. Bax, məndən bugünlük bu qədər. Biznes potensialımız haqqında danışdıq. Hər birinizə xoş, gözəl kataloq başlanğıcı və sonu diləyirəm və ümid edirəm ki, gələn dəfədə bax bu cür gözəl əhval-ruhiyyədə sizlərlə birlikdə görüşəcəyik. Sağ olun, sağlıqla qalın.